Sabahınız xeyir. Bugün Səfəvi kimliyinə fərqli baxışı ortaya qoyan bir kitabın cəmiyyətdə doğurduğu əks-sədadan danışacağım. Söhbət müəllif Güntay Gəncalpın Qızılbaşları tənqid, Şah İsmail Xətaini isə faşçılıqda ittiham edən Səfəvilər kitabından gedir. Kitabda təqdim edilən Şah İsmail Xətai ilə qəhrəmanlığına alqış dediyimiz Xətai bugün üz-üzədir. Şah İsmail Xətai haqqında yazılanlardan hansı gerçəkdir? Bugün bu suallarımıza qonaqlar cavab verəcək. Beləliklə onları qarşılayaq. Tarixçi Dilavər Əzimli. Buyurun, xoş gəlmişsiniz. Digər qonağımız isə millət vəkili Fazil Mustafadır. Buyurun Fazil bəy, xoş gəlmişsiniz. Əvvəlcə onu deyim ki, Səfəvilər kitabının müəllifi Güntay Gəncalp Kanadada yaşadığı üçün müzakirələrimiz onsuz keçəcək. Amma Güntay Gəncalp Səfəvilər dövlətinə, o cümlədən Şah İsmail Xətaiyə öz baxışını artıq əks etdirib. İndi mən hər iki qonağımızın kitabla bağlı fikirlərini öyrənmək istəyirəm. Dilavər bəy, birinci sizdən başlayaq, tarixçi olduğunun səbəbindən. Kitabda müəllif iddia edir ki, Səfəvilik, İrançılıq və şiəçilik üzərində qurulub və bu da Fars kimliyinin təməlinə xidmət edir. Tarixi mənbələrdə bununla bağlı hansı fikirlər varmı? Yoxsa bu sadəcə olaraq müəllifin beyninin məhsuludur? Kitab publisistik bir kitabdır. Yazdıqları heç bir mənbəyə əsaslanmır. Əslində, orta əsrlərdən, ümumiyyətlə Səfəvilərdən danışan adam bir tərəfli ədəbiyyatlardan istifadə eləməklə qənaətə gələ bilməz. Səfəvilər haqqında danışan insan ən azı Səfəvi mənbələrin, Osmanlı mənbələrin, Qərb mənbələrini və hal-hazırda çıxan ədəbiyyatları oxumalıdır. 20 ildir mən bu işin içərisindəyəm. İnanın ki, orta əsrlərdən danışmağa hələ də cürətim çatmır. Ən az ona görə ki, orta əsrləri tədqiqatlarına məşğul olan bir insan mütləq İslam tarixini bilməlidir. Rəşidi xəlifələr dövrünü bilməlidir, Əməvilər dövrünü bilməlidir, Abbasilər dövrünü bilməlidir. Bilirsiniz ki, İslam tarixi Rəşidi xəlifələrdən sonra səltənət dövrü oldu və orta əsr şiəliyə bugünkü Güntay kimlər, mən yenə də onu dedim o vaxt, dedim tədqiqatçı deyilsə, məcburan buna deyəm, İran siyasi şiəliyi prizmasından baxmaq olmaz. Bugünkü İran siyasi şiəliyi İngilis mətbəxində bişmiş bir siyasi şiəliyidir, atılıblar ortalığa. Təşəkkür edirəm Dilavər bəy. Fazil bəy, iddialardan belə bir sual ortaya çıxır. Səfəvi dövləti Fars dövləti yoxsa Türk dövləti olub? Qızılbaşlığın mahiyyətini araşdırsan, İslam prinsiplərinə ziddir. Bunu mən bir-bir sübut eləyərəm ki, bu kitabda da bu sübut olunur. İslamın təməl prinsiplərinə ziddir. Yəni Allahın, Allahın xəlifəsidir. Bunu heç şiələr də söyləmirlər. Qızılbaş doktrinində, Şah İsmailin divanında birbaşa bu göstərilir. İnsan obrazında Allah təcəlli edə bilər və bu obrazda da Şah İsmail təcəlli edir. Hürufiliyin də təməl prinsipi budur. Biz indiyə qədər buna alışdığımıza görə, indiyə qədər bizə təlqin olunduğuna görə birdən-birə bu tabu dağılanda elə birik, bəlkə biz bütün tariximizdən, bizim tariximiz bu deyil axı, bizim tariximiz ümumi türk tarixidir. Bu tarixin ortasında Şah İsmailin başladığı hərəkat bizi türk dünyasından, söhbət coğrafiyadan getmir, söhbət düşüncədən gedir. Məsələn, biz deyək ki, Şah İsmail gəlməyənə qədər bu bölgədə türk dili yox idi, Səlcuqların gəlişindən sonra burada türklər, Elxanilər, Bayandırlar, burada türk dili artıq hakim bir dil idi. Və Şah İsmailin də deyək ki, öz ideologiyasını, öz təriqətini hər hansı bir şəkildə dövlət dini elan eləməsi, İslamı yox ha, təriqəti, imami təriqətini dövlət dini elan eləməsi hansı işlərin bahasına oldu? Orada olan türk nüfuzunun böyük əksəriyyətinin məhv edilməsi bahasına oldu. İlk dəfədə irqçilik gətirildi. Və bunun da kökünü kimlər qarşı çıxdı? Nadir Şah, qəbul eləyirsinizsə mən bir-bir sayım. Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Məmməd Əmin Rəsulzadə, Əli bəy Ağoğlu, Əhməd bəy Ağoğlu, bütün o Azərbaycanın Sabir, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Əbdülrəhim bəy Haqverdiyev, bütün bu düşünən insanlar Səfəvi mirasının Azərbaycan üçün yanlış olduğunu, mən demirəm kimisə hansısa dövrün qəhrəmanını qaralamaq doğru deyil, bu tarixdir. Amma bu mirası biz bu günləri yaşatmağımız bizə faydalıdır ya yox? Bu faydalı deyil. Müəllif də iddia edir ki, Səfəvilər dövlətinin, konkret olaraq Şah İsmail Xətainin türk dilini dövlət dili elan etməsi ilə bağlı hər hansı bir sənəd ortalıqda yoxdur. Afət xanım, Nəsrullah fəlsəfinin mən bura gətirdim, Zindəgani Şah Abbas əvvəl, üzr istəyirəm, 4 ciddi kitabı var. Çox böyük hörmət edən tarixçilərdəndir, İranda təmiz fars şunasdır. Bu adam Azərbaycan türklərin bura gəlmə sayır. Bir mənalıqda deyir, bunlar gəlmədi. 11-ci amma görün, konkret deyirəm sən. Sənəd ortalıqda var, türk dilini dövlət dili elan etməsi ilə bağlı sənəd ortalıqda var. Var sənəd.
Sənəd bu var. Sovet Azərbaycan tarixçiliyinin uydurması deyil, eləmi? Ahsənət təvarixdə var. Nəsrə fəlsəfə də oradan götürüb. Görün nə yazır. Dövrün bütün tarixlərindən məlum olduğu kimi, icazə verirsiniz bir kəlmə burada oxuyaram. Şah 1. İsmailin tərəfdarları da əsasən Türkmən və Tatar tayfalarından olanlar idi. Hətta taxta çıxdıdan sonra o İran kökəninə və dilinə, millətin iki başlıca əsasına xor baxırdı. O İranın yerli əhalisini özünə tabi etmiş və onları Türkmən olan Qızılbaş tayfalarının hakimiyyəti altına düşürmüşdür. Şirin Fars dili Osmanlı İmperiyasında və Hindistanda siyasi və ədəbiyyat dili olduğu bir dövrdə o türk dilini İran sarayının rəsmi dili etmişdir. Hətta özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə bu yabancı dil, yəni türkçəni deyir, Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətin sonuna dək və onun hakimiyyətindən sonra da sarayın rəsmi dili olaraq qaldı. Şah İsmail vilayətləri aldıktan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş türk rəisləri arasında paylaşdırdı. Dilaver Bey, üzr istəyirəm. Yəni siz oxudunuz, sizin Dilaver Bey, bizcə kəlmə. Sizin oxuduğunuz indi tarixi sənəd sayıla bilər? Təbii. Nə üçün? Deyəcəm mənbə. Mənbə Əhsənü't Təvarix, Tarixi Alamarayı Abbasi, bütün hər bir yerdə, ondan üzr istəyirəm. Dahi, nəhəng şəşunaslar var. Petroşevski, Krımski, Minorski, Faruk Sümer. Bunlar bir mənəli şəkildə, bunlar uzun müddət ömrünü orta əsrə tarixin tədqiqatına qoyan adamlardır. Bir mənəli şəkildə yazır ki, Türk İrem Melikova 35 il Qızılbaşlığa sərf eləyib ömrün. İrem Melikova yazırdı ki, ay bədbəxt millət, bu sizin Türkmən anlayışıdır. İndi sual verirəm Fazil bəyə. Əməvi dövrü mü İslam vardı? Abbasi dövrü İslam vardı. Niyə sufilik yarandı? Niyə intişar tapdı? Niyə Həllaz Mənsur çıxdı? Təşəkkür edirəm. Fazil bəy, sizin cavabınızı eşidək. Mən tarixi sənəd barəsində danışdım. Türk dilinin rəsmi dövlət dili elan olması ilə bağlı. Siz hansı fikirdəsiniz? Rəsmi dövlət dili elan olması ilə bağlı yəni bu üzr istəyirəm, siz hansı fikirdəsiniz? Yəni bu Sovet Azərbaycan tarixçiliyinin hər hansı üzr istəyirəm. Söhbət həmin dilin geniş yayılmasıdır, işlənməsidir. Mən onun cavabını verirəm. Qacarlar dövründə, Fazil bəy, bayaq dedim, Nadirin dövründə Nadirin özünün türkçə məktubları var. Hətta Şah Abbasın, bizə mütəxəssis oturub burada, Şah Abbasın yazdığı türkçə ilə Osmanlı türkçəsi arasında kəskin fərq var. Bunu mən demirəm. Gör nə deyirlər? Pietro de Valli, adam olayarı, Pietro de Valli, gör nə deyir? Deyir, bu türkçəni mən başa düşmədim Osmanlıda. Azərbaycan türkçəsi ondan fərqlənir. Bəyən bu sənət deyil. Buyurun Fazil bəy, işdirəm sizi. Sənətlə mənbəni biz gərək qarışdırmayaq. Mənbə ayrı şeydir. Əsas biz nəyə baxırıq? Belə bir fərman olmayıb. Sadəcə sarayda. Bunun bütün niyə şah fərman verir? Prezident fərman verə, üzr istəyirəm. Siz bayaq dediniz ki, Səlcuqlar zamanı gəlirdi. Belə söz danışırsınız ki, bir dəqiqə, Səlcuqlular, üzr istəyirəm, bir dəqiqə özünüzü inkar eləməyək, gəlin belə eləyək də. Səlcuqlular rəsmi dövlət dili... İşlədə bilmədilər. Yox, işlətmədi. Rəsmi dövlət dili elan etdilər. Şah İsmailin sarayında Qızılbaşların böyük əksəriyyəti türk tayfalarıdır və bunlar türkçə danışırdılar. Bu türkçə danışmaq ənənəsi təkcə buradan başlar. Saray dili nə idi? Məsələn, saray dili, sarayda hamı danışıq dili. Yox, Şah İsmail türkçə danışırdı. Məktublar farsçada yazılırdı, türkçədə. Türkçə qadağa yox idi. Hansı məktublar farsça yazılır? Rəsmi dövlət dili türk dili deyildi. Nə dili idi? Türk dili, fars dilində. Yalan söz. Niyə? Yalan söz. Şah İsmail məktubları hansı dildə yazılır? Hətta Osmanlı sarayında belə məktublar, çox vaxt şeirlər, bir çox hallarda fars dilində yazılır. Fars dili o zaman bölgənin ünsiyyət dili idi. Necə bizdə rus dili o boyda. Fazil bəy, mən Osmanlıya toxunmuram. Siz mənə deyin, Şah İsmailin məktubları hansı dildə idi? Şah İsmailin məktubları türk dilində idi. Şah İsmailin məktublarıdır. O qadağa yox idi. Amma söhbət nədən gedir? Fuad Köprülünün ilk türk mütasifləri əsəri var. Bəli. Orada göstərir ki, türklər niyə daha çox sufiliyə və ələviliyə meyl elədilər? Əsas səbəb o ki, türklər ərəb dilini bilmirdilər. Və onlar daha çox özlərinin keçmiş bütpərəstlik ənənələrini və şifahi şəkildə qəbul elədiyi İslam qəhrəmanları, alpərənlər obrazında İslam qəhrəmanlarını qəbul eləyərək özlərinin yeni bir İslam anlayışını formalaşdırdılar. Qızılbaş tayfalarının da kökündə əsasən bu dururdu. Və bu dövrdə də ona qədər ki olan bütün hakimiyyətlərdə türk dili kifayət qədər hakim idi. Bir nümunə deyim sizə, Tolnoğulları dövləti əsəri var, Əbülfəz Elçibəyin. Orada türklər Fərqanədən, Zərəfşandan, bu bölgələrdən gətirilmişdi Abbasi xilafətinin xidmətçilə
ordunu əsas türklər təşkil edirdi. Orada Samirə şəhəri salınmışdı. O şəhərdə hamı türkcə danışırdı. Amma bu demək deyil ki, rəsmi dövlət dili türk dili idi. Bu təbii ki, bizim tariximizdir. Bunu inkar eləməyimiz, bunu bizim deyək ki, aşağılamamız doğru deyil. Bunu biz də qəbul edirik. Amma söhbət bunu bir qəhrəmanlıq tarixinə çevirmək, bunu bu gün onun yanlış üzərində qurmaq, bunu Məmməd Əmin Rəsulzadədən çox mu ağıllısınız? Həsən bəy Zərdabidən çox mu ağıllısınız? Məmməd Əmin Rəsulzadə Həsən bəy Zərdabi də dövrünün Fazil bəy. Dövrün məsələsi deyil, mirası dəqiq müəyyən elədilər ki, Nadir Şahın özünün məktubu var, Nadir Şahın açıqlaması var. Bəya siz tabulardan danışdınız. Mən necə Məmməd Əminin tabusuna toxunmayacağım. Yox, toxunun Məmməd Əmin tabusuna. Bu tarixlə bağlı yanaşmada. Məmməd Əmin əvvəla dərin, böyük hörmətim var. Amma Məmməd Əminin tarixi nəticəsin. Mən bir tarixçi olaraq qəbul etməyə nə ad verərsiniz? Siz deyirsiniz ki, argumentlə inkar eləmirsiniz. Argument eləmirəm. Siz bugünkü mən güneylərə yenə də deyirəm. Siz bugünkü bəlanı atırsınız keçmişə. Ermənilər Ermən sözünə sahib çıxdılar Haykaslar. Erməniyəni verdi əldən. Getdi əldən Ermən. 90% türklər idi. İranı mən onlara vermək istəmirəm. Xatay da deyirdi. İranın Şahistan, Türkistanın xanı, Mürşid Şamilsan, Cahanın anı. İran Fars nə vaxt gəlib? Eradan əvvəl 11-ci əsr, 9, 7-ci əsr. Bundan qabaq 6000 illik İranın bir tarixi var. Və bugünkü əslində İran içərisində yaşayanlar bütün günaha axtarlar, atırlar. Fazil bəy, bugünkü Güneylilər, bugünkü İran şiəliyindən Orta əsr şiəliyinə baxır. Orta əsr şiəliyi, bütün mütəxəssislər deyir, bu şiəliyi deyil. Şirin Melikova deyir ki, 16-cı əsrdə olan həmin qızılbaşlıq şiiləşdirilmiş, sufiləşdirilmiş türkmən bir anlayışı idi. Türkmən anlayışını gətirdi. Və bu türkmən, bəli, bu günləri məhz səbəblərə minnətdar olmalıyıq ki, Azərbaycan coğrafiyası cızıldı. Bugünkü sən dediyin Azərbaycan balaca bir vilayəti idi. Məhəmməd Əmin Rəsulzadəyə böyük hörmətim var. Amma dövrün mənbələri ona imkan verməzdi və ya Zərdabiyə belə bir nəticə çıxardı. Təşəkkür edirəm, buyurun. Yeni nə mənbə çıxdı? İkinci Azərbaycanın mənəvi dəyəri İslamdır. İslam dini nədir? Allahdan başqa Allah yoxdur. Allaha nəyisə şərik qoşdunsa, demək küfürdür. Allaha nəyisə... Bir dəqiqə. Yox, divanından mən deyirəm. Siz bir dəqiqə, mən Oktay Əfəndiyevin, Azərbaycan... Oktay Əfəndiyevin yeni məlumatları özü də deyir. Mənə, bax, mənə özü verir. Oktay Əfəndiyevin qızılbaşların tərifi ilə bağlı Oktay mənə onu verdi ki, bu işi sən işlə. Bax, burada deyirəm. Mənim işim budur. Qızılbaşlının Azərbaycan dövlətində rolu. Oktay müəllim deyir ki, mən səhv yazmışam. Bir dəqiqə suala mən deyirəm. Oktay Əfəndiyevin qızılbaşlarla bağlı təhrif olunmamış, qərəzli olmayan... açıqlaması var ki, niyə Türkiyədən çıxan ədəbiyyatları misal çəkmirsiniz? Niyə Nihat Qayıbı misal çəkmirsiniz? Mən onu çəkərəm. Söhbət ondan gedir ki, mən sizin tanıdığınız, bildiyiniz, güvəndiyiniz, ya güvənmədiyiniz, Azərbaycanda çap olunan, Güncə Gəncapdan da misal gətirməyəm, Azərbaycanda çap olunan, Oktay Əfəndiyevin o sahədə ən çox araşdırması olan adamlardan deyir ki, qızılbaşların xarakteriz eləyir, 1, 2, 3, 4, 5. Deyir ki, Əli Allahın xəlifəsidir. Peyğəmbərlik, Məhəmməd Peyğəmbər, mən Peyğəmbərə ancaq Məhəmmədə Peyğəmbərlik verilibdir, amma xəlifəlik Əliyə verilibdir. Və Əlinin də Allah obrazında Allah bütün nurunu ona köçürübdür. Və bu gün də Əlinin təmsilçisi mənəm. Və onun obrazında cəmiyyət, o necə pirə tapınan bir cəmiyyət, daşa tapınan bir cəmiyyət, artıq bir adama tapınmağa başladı. Hürufilik də bu sistemdir. Bunlar hamısı Azərbaycan tarixi, Şah İsmailin roluna qarışır. Mən onun gətirdiyi düşüncənin bugün Azərbaycanın mənəvi dəyəri olan İslamla bağdaşmadığını, üst-üstə düşmədiyini, sadəcə sən təriflə... Bir dəqiqə, İslam deyil, İslam bir də Quran İslamıyla. Bu birbaşa Qurana isnad eləməyən bir İslamdır. Cəfr elminə isnad eləyən bir İslamdır. Yəni ki, Allah Taala Quranda yazılanlar bir tərəfdədir. Bunu ayrıca vəhy formasında, vəhy ancaq Peyğəmbərə verilə bilər. Vəhy formasında köçürüb İsmailə və tarixi mənbələr hamısı göstərir ki, savaşdan qabaq Şah İsmailin əsas yanında olan aparıcı insanlar deyirdilər ki, döyüşdən qabaq ona vəhy gələcək, o bildirəcək ki, biz bu döyüşü necə keçirəcəyik, necə qalib. Bunlar faktlardır. Mən bunu... Yuxu yozumu var. Yox, bir yuxu yozumu, indi yuxunu gəlin mən deyirəm, bu günə mən deyirəm, bu yuxu yozumu olan bir tarixi mi gətirək? Ya mənəvi dəyər kimi qəbul elədiyimiz İslamı? İndi vaxt reklamında. Tarixçi rəssam deyil. Rəssam gedir, oturur bir dağın döşündə, baxır təbiət mənzərəsinə,
öz fırçası ilə rəsm əsəri yaradır. Amma orta əsrlər qədim tarixi araşdıran tarixçilər təbii ki, mənbələrdən istinad edib tarix yazılar. Həmin dövrə qayıdıb o dövrü yaşaya bilməzlər ki, bu normal bir işdir. Amma iş orasındadır ki, Güntay Gəncəb öz kitabında belə bir fikir irəli sürür ki, o etibarlı mənbələrə istinad edib. Həmin etibarlı mənbəsi Şərəfnamə kitabı misal çəkir və dünyanı bəzəyən Şah Abbasi tarixi, Abbasi tarixi əsərlərini misal çəkir ki, mən bu kitablardan istifadə eləmişəm, bu mənim etibarlı mənbələrimdir. Siz bir tarixçi olaraq həmin o adı çəkilən iki kitabın etibarlı mənbə olmadığını inkar edəcək hansısa bir dəlillə maliksiz? Yox, mən sizə deyim. Güntay bəyin, qoy belə deyim, dediyi kitablar məndə evdə də var. 87-ci səhifədə Güntay ağlına gələni deyib. Orada elə şey yoxdur. Adam yiyən sözün səhv oxuyub. Heç elə yoxdur. Və əslində hətta Tehrandan bir nəfər o internetdə ona münasibətlə də bildirmişdi ki, get onu düz oxu. Onun dediyi həmin iki mənbə Səfəvilərin ən qiymətli mənbələrindən biridir. Amma çox təəssüf ki, o mənbəni tərsini oxuyur. Dedi, tarixi Alam Aray Abbasi ilə bir də hansını dediniz? Şərəfnamə. Şərəfnamə. Şərəfnamə Şərəfxan Bidlisinindir. Şərəfxan Bidlisi ümumiyyətlə tək Səfəvilər dövrüdür. Ondan qabaqki dövrlərdə qələmə almışdır. Və Şərəfxan Bidlisi də Güntayın dediklərinin 99% yoxdur. İkinci, mən Güntay bəyə özünə də demişəm. Güntayın istifadə elədiyi ədəbiyyatların hardan tapdığı mənim üçün qaranlıqdır. Məsələn, Budaq Qəzvininin Cəvahirül Əxbarın misal çəkir. Neçə səhifədir? Kitabın dalına bir baxın. Elmi mənbə o zaman sayılır ki, baxın, kitabın arxasında onun səhifələri verir, harda çıxması verir. Mən burada, bax burada, Budaq Qəzvinli və digərlərini Türkiyədən tutmuş tapa bilmədiyim halda o Finlandiya hardan tapır onu? Haydi Dilaver bəy, əgər müəllif yalan yazıbsa, siz dediyiniz kimi yalan faktlara söykənibsə, o zaman siz tarixçilər bu yalanı ifşa etməlisiniz. Bilirsiniz, Afət xanım, mən bayaq dedim, yenə də qaydıram onun üstünə. Tarixi nəticə çıxartmaq üçün dövrün mənbələri kifayət eləmir. Dövrün mənbələrini götürüb olduğu kimi versək, biz onda Babəki vəhşi, əzlaf kimi tanıyarıq. Tarixi nəticə çıxaran adam həmin mənbələri bir-bir zərrəbinlə oxuduqdan sonra öz xalqının etnoqrafiyasını, öz xalqının adət, ənənəsini, toponimikasını güclü bilməlidir. Güclü biləndən sonra orta əsrlərdə yenə də deyirəm, təkcə bir Səfəvi mənbəsi yetmir. Osmanlı mənbəsi var, qərb mənbələri var, səyyahların deyimləri var, yazışmalar var, sənətlər var. Həmin Güntayın yazdığı bir şeyə baxın. Baxın, bu Pişəvərini yazır Rus cəsusu, Səttarxanı yazır at oğrusu. Şah İsmail Xətayini də Sasani cəsusu kimi Sasani, sonra da gör nə yazır. Dilaver bəy, Sasani cəsusu kimi qeyd edir Şah İsmail Xətayini və deyir ki, Şah İsmail Xətayinin türkçülüklə, İslamla heç bir bağlılığı yoxdur. Yəni bunu inkar edəcək hansısa sizin bir əlinizdə fakt var ki, bunu inkar edəsi bir mənalı şəkildə inkar edəsiniz. Şah İsmailin divanı yetdikcə tükənir ərəbin küyü məskəni, Bağdad içində necə bir türkman qopar. Şah İsmailin divanı bütün əvvəldən türk, sona qədər də türk kimi gedir. Çox sağ olun, təşəkkür edirəm. Gəncəb deyir ki, İran İslam dövlətinin Səfəvilərin modern variantı hesab eləmək olar. Tamamilə doğru hesab edir. Niyə doğru hesab edir? Çünki orada bizim sistem türk sistemidir. Türk sistemində xilafətlə sultanlıq ayrılır. Siz fikir verirsinizsə, bugünkü Osmanlının varisi Türkiyə Respublikasıdır. Bugünkü Səfəvilərin varisi Güney Azərbaycan. Həqiqətən də odur. Niyə? Bir zaman gələcək, bugünkü Səfəvilərin varisi Güney Azərbaycanla düşdüyü vəziyyətdir. Biz nəyə görə bu vəziyyətdən çıxmışıq? Biz gün gələcək ki, biz artıq Türkmənçay və Gülüstan müqavilələrində də yenidən həqiqətən baxacağıq. Niyə baxacağıq? Çünki Rus sisteminin içinə girmək, buradan aralanmaq, Rusların hətta Məmməd Əmin Rəssadə də bunu qeyd edir, Azərbaycana istəməyərəkdən böyük xeyir veriblər. Biz modern bir dövlət olma mərhələsinə gəlib çıxa bilmişik. Amma Güney Azərbaycan dəfələrlə inqilab eləməsinə baxmayaraq, səbəbi Şah İsmail. Buna gəlib çıxa bilmir. Niyə görə? Çünki burada elə bir sinif formalaşdı ki, İslamda molla sinifi yoxdur. İslamda ruhaniyyətin sinifə çevrilməsi Səfəvilərdən başlayır. Təbii ki, büveyhlərdən filandan əsası qoyulur. Amma bu türk zolağı içində biz niyə axı bu günləri Səfəviyə isnad edir? Biz niyə Səlcuqa? Siz Osmanlıya türk zolağı deyirsiniz. Eyni üzr istəyirəm. Mən sizə bir şey deyim. Dilavər bəyin Güncay Gəncalpa aşağılayıcı bir ton
sonunda nəsə deməyini də qəbul eləmirəmsə, yəni bunu yanlış hesab edirəm. Necə yəni tədqiqatçı deyirsən? Bəlkə sən 20 il tədqiqatçı olarsan, onun savadı səndən daha, hazırlığı səndən yüksək Hiss olar. olunur yazdıqlarından. Yazdıqlar kifayət qədər hazırlıqlı. Nə əsər qoyulmuşsunuz? Qoyun ortaya biz bilək. Çox əsər. Sizin xəbəriniz var mı? Son 20 ildə tarix institutunda çıxan kitablardan xəbəriniz var. Sizin savadınıza da güvənirəm və bilirəm, tanıyıram da, keçmişəm. Amma siz elə bir ki, başqasını biraz aşağılayaraq, siz onu bayaqdan dediyiniz Güncay Gəncap kimilər filanlar və ifadələriniz yanlışdır. Yəni, insanla tədqiqatçı əsər qoyubsa, siz məhkumsuz ki, ona hörmətlə yanaşasınız. Nəysə mülahizəsi yanlışdırsa, buna öz istədiyiniz kimi baxa bilərsiniz. Tarix, yenə mən o fikirdəyim, tarix elm deyil, tarix yorumdur. İnsan bəlli bir dövrü bugünün kontekstindən, bugünün gözləntilərindən araşdırır. Və bugün sən nə gözləyirsən? Mənim yanaşmam İslam prizmasındandır. Mənim yanaşmam Türk prizmasından. Məsələn, mən deyirəm ki, siz niyə eyni qaydada Səlcuqlara eyni təəssübkeşliyi ilə sahib çıxmırsınız? Amma deyək ki, Səfəviyə sahib çıxırsınız. Fazil bəyin dediklərinə bir şey əlavə eləmək istəyərdim. Mən bugünkü İranın o dövrün məhsulu saymıram. Mən əslində, bəli, səbəblərə böyük önəm verməyimin səbəbi var. Səbəbi odur ki, səbəblər, yaddan bir şey saxlayın. Şah İsmail dövrü ilə sonraki dövrü eyniləşdirməyin. Adəm olub gəldim adam içinə. O adam, yenə deyirəm, sırf molla şiyəsi olsaydı indiki vilayəti fəqih kimi, o tamam ayrı şeylə yazardı. Nə demək istəyirəm? Azərbaycan coğrafiyası cızıldı. Türk millətçiliyi qoyuldu ortalığa. Özünüz yaxşı bilirsiniz ki, Fatihə qədər, Fatihdən bir qədər sonra Türkiyədə gəlmə, dəyişik türklər yer aldı. Osmanlı tamamilə dəyişdi. Hətta Türkiyə nə deyirlər? Etrak bir idrak. İdraksiz bir təbəqə. Həmin dövrdə isə burada Azərbaycan coğrafiyası quruldu. Bütün Türk tayfaları yığıldı birə, Türk millətini ortaya qoydu və dilini ortaya qoydu. Bir dövlətin yaşanması üçün millət, dövlət, coğrafiya. Bəli, bu günləri mən sizə deyim, yenə də deyirəm. Güntay kimilər bunu ortalığa atmadan Türk dünyasını parçalamaq istəyir. Təşəkkür edirəm, çox sağ olun. İndi həmkarım Ləmanın reportajına baxaq, sonra müzakirələrimizə davam etdirərik. Buyurun, baxaq. Qızıl gül, bağı bustanım, nə deyirsən? Fəda olsun sənə canım, nə deyirsən? Qərar-ı səbri aramım tükəndi, kəsildi küllü fərmanım, nə deyirsən? Xətayı can ilə çün səni sevdi, sevən ölsünmü sultanım? Nə deyirsən? Bugün bu misraları xətayı yazmayıb iddiası ilə çıxış edənlərə çoxlarının təəccüb qarışıq ilk reaksiyası da təbii ki, nə deyirsən sual olar. Bəli, deyəsən doğrudan da biz demək xatirinə nəsə deyirik, yazmaq xatirinə nəsə yazırıq. 21-ci əsrdə oturub 15-16-cı əsrləri qarışdırırıq, dil pəhlivanlığı, söz pəhlivanlığı edərək əsl pəhlivanlara, əsl kişilərə ilişirik. O cümlədən Şah İsmail Xətaiyə. Onu gah anası Aləmşah bəyimi öldürməkdə ittiham edirik, gah bütün sünniləri qılıncdan keçirməkdə, gah ordusuna düşmən əskərlərinin ətini yedirtməkdə, gah yazmadığı şiir külliyatını öz adına çıxmaqda və nə bilim, daha nələrdə. Təbii ki, tarixi araşdırmaq tarixçilərin işidir. Amma bugün hər əlinə qələm alan da mən tarixçiyəm, mən araşdırmacıyam deyib tarixə kölgə sala bilməz. Şah İsmail Xətai böyük şəxsiyyət olub, böyük sərkərdə olub, köçər tayfalarını birləşdirib dövlət qurub. Özü də elə bir dövlət ki, necə deyərlər, bir ucu İranda, o biri ucu Turanda. Azərbaycan dilini dövlət dili edib. Amma Şah İsmail Xətai eyni zamanda həm də insan olub axı, ətdən, sümükdən, yaxşılıqlardan və pisliklərdən ibarət insan. Hər birimiz kimi. O da hər birimiz kimi səhv edə bilərdi, günahda işlədə bilərdi, düşünülməmiş qərarlara imza ata bilərdi. Bunu o özü də etiraf etmirdimi? Heç xətasız bəndə olmaz, heç günahsız kimsə yox misralarıyla. O zaman biz niyə Şah İsmail Xətaini qılıncdan keçirtməliyik? Vaxtı ilə kimisə qılıncdan keçirib deyə və yaxud titulu adından əvvəl gəldiyi üçün onu farsların casusu saymalıyıq. Qısası, çox mübahisəli bir mövzu açılıb Şah İsmail ətrafında. Davam etdirmirəm, çünki televiziya görüntü istəyir. Bizdə isə bu böyük sərkərdənin həyat və fəaliyyətini əks etdirən bir film də çəkilməyib. Nəsimini çəkmişik, Babəki çəkmişik, Şah İsmailə gələndə çəkinmişik. Görünür, bunun da səbəbi olub. 16-cı əsrdə Azərbaycan dilini dövlət dili elan edən Şah İsmail haqqında film çəkməyə
Yəqin ki, Sovet hakimiyyəti illərində heç kim cəsarət edə bilməzdi. Bugün Şah İsmail haqqında nə gəldi danışmaq isə cəsarət tələb eləmir. Ona görə hamı danışır, haqlı da, haqsız da. Amma lütfən haqlı olanlar danışsın. Necə ki, illər əvvəl ona yanaşmada əksəriyyət belə davranıb. Hətta Karl Marx belə. O yazırdı ki, Səfəvilər xanedanının banisi Şah İsmail əsl fatihidir. O, 14 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdi. Biz isə onun ürəkləri fəth edən qəzəllərini belə başqasının ayağına yazmağa çalışır. Xətayda hər cür xəta axtarırıq. Amma belə bir məşhur deyim də var, onu unutmayaq. Qaliblər mühakimə olunmur. Üstəgəl, o əgər daşa dönübdüsə. Bu Ləmanın fikirləri idi. Fazil bəy, eşidək sizin fikirləriniz. Yanlış fikirlərdir o baxımdan ki, tarixi bizim kimi xalqlar hələ özləri öz düşüncələri ilə, öz hazırlıqları ilə ortaya qoymayıblar. Deyirlər, Şah İsmail böyük bir dövlət qurdu. Bu dövlət yox idi mi? Ağqoyunlu dövləti yox idi mi? Yox, belə deyil. Ağqoyunlu Muradın, bu sərhəd nə edirsən? Sən sərhədi bərpa eləyə bilirsənmi? Şirvan Ağqoyunlara daxil edirəm. Digər tərəf, Türk dünyasını birləşdirdi. Məsələn, orayla Türk dünyası deyildimi? Özbəklər Türk deyildimi? Anadolu Türk deyildimi? Bunun nəyini birləşdirdi? Əksinə, bunları Azərbaycan coğrafiyası, bu Azərbaycan dili, Azərbaycan coğrafiyası, bu anlayışlar 18-ci ildə Məmməd Əmin Rəssadəgil kəşf elədilər ki, bu ərazidə biz bir dövlət quraq. Şimalında Azərbaycanın bir dövlət Azərbaycan yox idi, dövlət adı. Azərbaycan adında coğrafiya var. Azərbaycan adında heç bir dövlət yoxdur. Dövlət yox, coğrafiya var idi. Əlbəttə, coğrafiya sərhədləri hardan başlayır? Yox, coğrafiya demək, sərhədlər yüzlərlə ta Həmədandan başlayan dövr olub, Şimali Qafqaz demək, Sıra dağlarına qədər uzanan dövr olub. Azərbaycanın müxtəlif illərdə müxtəlif coğrafiya bu adla adlanıb. Amma söhbət ondan gedir ki, burada bizim bugünkü təfəkkürə uyğun olaraq, bizim anlayışa uyğun olaraq söykənəcəyimiz dövlət sistemi yoxdur. Biz o boyda demək, dövlətləri, türk dövlətlərini qoyaraq, hamısının varisliyindən imtina eləyərək, özümüzü gətirib bir coğrafiyanın içində formalaşan bir dövlətin ideallarını daşıyan bir cəmiyyət kimi göstərməyimiz yanlışdır. İslam dünyasından da bu ayırdı bizi. Allahla qul arasında vasitəsiz olan bir İslamdan, təmiz bir İslamdan Ömərə, Əbu Bəkirə, o birinə, bu birinə lənət oxumaqla vaxtını keçidən bir İslama gətirdi. Bu da hətta Peyğəmbərin xanımına lənət oxuyan İslama gətirdi. Halbuki sünni sistemində Həzrət Əli olan sevgi heç mən İran sistemində yoxdur. Və demək, orada bir sayğısızlıq yoxdur. Çünki Quranda verir ki, kimə lənət oxuya bilərsən. Amma burada hamıya lənət oxumaq, kim ki qarşındadırsa, kim ki sənin dünya görüşündə deyilsə, bu tamamilə bizi İslamın təməl prinsiplərindən uzaqlaşdırdı. Teşekkür ederim. Dilaver Bey, siz reportajla bağlı fikirlərinizi söyləyin. Müsbət. Əvvəla nəyi qəbul eləmirəm? Hamıya deyirəm, heç vaxt Fransa xalqı Napolyonu ittiham eləmir, ermənilər Sasonlu Davidi ittiham eləmir, Gürcülər Çariça Damaranı ittiham eləmir, Yahudilər öz qəhrəmanlarını ittiham eləmir, ancaq o bizim içərimizdədir, bilmirəm, hardan qaynarı xaricdən. Fazil bəyin dediyi sonuncu şeydə qəti etirazımı bildirirəm, Ömərə lənət, Şah İsmailin divanında elə şey yoxdur. İkinci, əgər elədirsə keçirik onda ona. Əməvilər dövründə Əhl-i Beyt lənətlənirdi, hər gün Əliyə lənət oxunurdu, Abbaslər dövründə də lənət oxunurdu. Və bu gün dəhşət ondadır ki, insan bugündən o dövrə baxır. Amma gir o dövrdəki proseslərin içərisinə. Əmir Teymur, Allah ona rəhmət eləsin, ən böyük məqsədi Turanı bərpa eləmək idi. Əmir Teymur o qismət olmadı. Əmir Teymur gedəcəkdi içinə, onda qismət olmadı. Şah Xətai 1499-cu ildə hakimiyyətə gəlməmişdən qabaq müridləri yığır başına. Birinci Azərbaycan coğrafiyası məsələsini ortaya qoyulur, ikinci Turanı. Minə qədər Qızılbaş göndərilir Çinə, minə qədər Hindistana göndərilir. Lakin, bəli, mən yenə deyəm, Azərbaycan coğrafiyasını bərpa elədi. Amma Azərbaycanlı doğru deyirsiniz, bütün ərəb tarixçiləri Həmədandan tutmuş, Diyarbəkirdən tutmuş, Şərqi Anadolu, ta Dərbəndə qədər Azərbaycan adını verirlər. Məqsədi Turanı bərpa eləməkdir. O qismət olmadı. Nadirə də qismət olmadı. Teşekkür ederim. Kitabda Fazil Bey belə bir hissə var. Türkistan və Anadolu arasında müsəlman türklərinin get-gəlləri üçün heç bir maneə yox idi. Səfəvilər isə sonradan buna əngəl törətdilər və 600 illik doğal türk birliyi ortadan qaldırıldı. Bu fikrə münasibətiniz necə? Tamamilə doğrudur. Bunu məqsəd yönlü edilmədi. Bunu söyləmək doğru olmaz. Yəni, hakimiyyət uğrunda mübarizədə ya onu öldürməlidirlər, Şah İsmailin qardaşını öldürürlər, onların ordeninin üzvlərini öldürürlər, Sufi ordeninin. Bunlar həyatda qalmaq uğrunda mübarizə gedir. Və bu mübarizədə hakimiyyət qurandan sonra biz tarixi kənarda niyə tartışırıq?
Bu tarixdə böyük şəxsiyyətlərin rolu odur ki, yəni o məcəlləni yaratdı mı, o hüquq sistemini qoydu mu, qalıcı bir şey qoydu mu, onun qoyduğu bu deyək, sistem bu gün yaşamağımıza, bu günləri birliyimizə mane olan sistem. Mən sizə bir sual verirəm. Bu günləri niyə biz rahatlıqla deyirik ki, Türkiyə ilə konfederasiya yaradaq. Türkiyə dar vaxtımızda ermənilər Azərbaycanı işğal altında olanda, Bakını işğal eləyəndə Türk əskəri gəlir köməyə. Təbrizə Türk əskəri gedir, girir, 1-ci Ənvər Paşa göndərir. Niyə Türkiyə? Axı biz ayrı-ayrı sistemləri, ayrı-ayrı məzhəbləri, ayrı-ayrı dünya görüşdəyik. Niyə İranı istəmirik? Niyə İranı çağırmırıq? Niyə güvənmirik? Demək, biz əslində din nöqteyi nəzərindən İranla güvənməliyik. Reklamlara ayrılırıq. Buyurun Fazil bəy. Bu günləri Güney Azərbaycanda böyük əksəriyyəti bu ruhun, bu dinin daşıyıcısıdır, bu yolun daşıyıcısıdır. Niyə güvənmirik? Söhbət ondan gedir ki, biz faydalı olanı Azərbaycan cəmiyyəti, müasir Azərbaycan faydalı olanı seçir. Tarixə də məncə kim yazıb, adı kimdir, nədir, avtoritetdir, bu cür baxma. O qədər titullar var ki, mənasız adamlar, professorlar, akademiklər, doktorlar yazdıqları əsərlərin, bilirsiniz, o makulatura çox kifayət qədər arxivdə araşdırıb, bir-birini təkrar edən yazılar var. Söhbət, yaxşı əsərlər yazanlar da var. Bu kitabda mübahisə doğuran digər bir məsələ var. Müəllif yazır ki, Şah İsmail Xətai 4 yaşından dəqiq Türkiyə ordunda yaşayıb. Sonra bunu aparıblar şimala, Rəşdə tərəf, Rəşdə götürüb aparıblar və Şah İsmail Xətai 13 yaşından dəqiq Fars mühitində böyüyən bir insan olub və belə iddia var ki, Fars mühitində böyüyən insan sonradan gəlib Türk dilində o boyda böyük bir divan yaratması şübhə altına alır. Farslar haradadır? Şirazdadır, Kirmanşahdadır. O dövrdə bu mahiyyət kəsb eləmirdi. Şah İsmaili yetişdirən mühit nə idi? Türk mühiti. Babası kim idi? Türk idi. Dədəsi kim idi? Türk idi. Və həmən mühit Sufi sistemi idi. Sufi üçün Farsın nə əhəmiyyəti var? Kürdün nə əhəmiyyəti var? Evində yetişməmişdi. Şəmsəddin Lahıcın yox, söhbət gedir. Gilan daha təhlükəsiz idi və bunların sevənlər idi, aparıb Gilanda. Şah İsmailin bütün ailə üzvləri qətlə yetirildiyi halda nəyə görə Şah İsmail tək sağ qalır? Və bu suala tarixçilər cavab verə bilər ki, Tarixi Aləm Arayı Şah İsmail kitabı var. Tarixi Aləm Arayı Abbasidə də İsmailin qardaşı İbrahim artıq 18-20 yaşlarında döyüş rəhbərlik eləyir və döyüşdə gedir və hətta görürsünüz, möhtəşəm yüzüldə bir dənə də artırma eləyiblər. İbrahimin qızı kimi veriblər həmin o Sultan Süleymanın yanına gələn. Qızı haqqında mənbələrdə məlumat yoxdur, amma İbrahimin İraq üzərində yeriməsi mümkündür. İraq salamat qalıb. Üç qardaş olub, biri Sultan Əli bəllidir, İbrahim də belədir. Birbaşa Tarixi Aləm Arayı varsa, Tarixi Aləm Şah İsmail'dən İbrahimin salamat olması öz əksini tapır. Aydındır. Bəs anasını zəhərlədiyi barədə iddia. Yəni anası deyir, təbii ki, bu analığından söhbət gedir. Ümumiyyətlə, bu çox belə mübahisə yaradan bir şeydir. Katerina Zeyni ilk dəfə bunu yazıb. Katerina Zeyni gəlib burada onu eşidib yazıb. Amma mənbələrdə bu qadın haqqında Ərdəbildən sonra hər şeyi itir. Şeyx Heydər haqqında heç bir mənbədə yoxdur ki, o neçə arvadı olub. Neçə il yaşadı? 26 il bu adam, 28 il yaşayıb. Nə gördü ki, bir arvad da ala. Şah İsmail haqqında isə deyirəm, anasının haqqında deyilən həmin şeylər səfəvi mənbələrində yoxdur. Bu yalnız səyyah məlumatlarıdır. Səyyah nə gəldi yazırdı. Bu şeir yazmaqdır, zəhərlənməkdir. Bunlar hamısı çox mənasız detallardır. Tarixi şəxsiyyətin əsas məsələ qoyduğu mirasdır. O miras qoyduğu şey ideologiyadır. Azərbaycanda Şah İsmail yanlış yanaşma nədir? Bizə bu qədər ərazi qoyub gedib. Bizə Demokratik Cumhuriyyət də 114 min kvadrat ərazi qoyub getmişdi. Biz bunun 60 min kvadratı əlimizdə qalıb. Biz indi Demokratik Cumhuriyyətin qoyduğu 114 min üzərində düşünmürük, 86 min üzərində düşünürük ki, bu 20% işğal eləyər. Bu yanlış təsəvvürlər milləti əsas hədəfindən uzaqlaşdırır. Tarixə də bir qəhrəman obrazı yaradaraq, özünü aldadaraq baxmağın ənənəsini qutarmalısan. Niyə? Mən sizə deyim, tarixdə oyalanaraq bir millət gələcəyini qura bilmir və bu günləri qəhrəman axtarırsansa, sənin qəhrəmanın Məmməd Əmin Rəsulzadədir. Sənin qəhrəmanın yaxın tarixdə gördüyün adamları qəhrəman kimi başın üzərinə qaldırmırsan. Nuru Paşadır, qaldırmırsan bunu başın üzərinə. Çünki Bakını gəlib ermənidən işğal alır. Nə faktı deyirsən de, Azərbaycan qadını gəlib erməninin əsarətindən qurtarıb Bakıda. Nə fakt deyə bilərsən? Heç bir fakt
fakt deyənməzsən. Yox, niyə deyənməzsən? Bir dəqiqə, üzr istəyirəm, niyə deyənməzsən? Çünki sən özün eləyə bilmədiyin missiyanı gəlib fədakarlıq eləyib, Bakını ermənidən alıb, Azərbaycana verib dövlət qurun. Bunu kim eləyə bilərdi? Söhbət ondan gedir ki, bugün bir dəqiqə baxın, bir Azərbaycanlı alimin Nuru Paşaya münasibəti ilə Şah İsmayıla münasibətini müqayisə eləyin. Bugün Azərbaycanı xilas eləyən, dəxli yoxdur, Türkiyədən gəlib, hardan, mənə dəxli yox, mənə maraqlandırmır, mənim haqqını verməliyəm. Bugün Azərbaycanı, Bakını xilas eləyib, Azərbaycanı müstəqil dövlət yaratmağa şans verən, imkan verən adama münasibətlə, elə fakt deyərəm. Mən elə münasibət istəmədim, esin düz dedim. Amma Şah İsmayılı gedib 15-ci əsrdə Şah İsmayılı müdafiə edən zehniyyət bugün bizə faydalı deyil. Ona görə də mən onun üzərində ona görə israr eləyirəm ki, biz keçmiş tarix üzərində, sən niyə Cəlaləddin Məncübərdini qəhrəmana çevir? Siz söhbəti niyə fırlayırsınız? Yox, sən niyə ona çevirmişsən? Almanlar öz keçmişi ilə öyünür, ermənilər öz getdiyan Almanlar öyünmür. Kimdir? Hitlerlə öyünürlər. Əlbəttə öyünürlər. Kimi? Siz Almaniyada olmayırsınız. Gör nə deyirəm. Düşüncəli Alman öyünmür. Mən Nuru Paşanı çox gözəl tanıyım. Yox, ağıllı Alman öyünür. Amma siz deyirsiniz ki, sən Nuru Paşa ilə öyün, Məmmədəmin öyünür, keçmişi at kənara. Ağıllı Alman Hitlerlə öyünürmü? Öyünür, öyünmür. Keçmişi deyirsən at kənara, niyə atım? Almanlar bilsən nə deyir? Almanların məşhur 1-ci Dünya müharibəsində baş qəhrəmanı var. Deyir, türklər ona görə qorxulurlar ki, keçmişin yadda saxlayır, genetik yaddaş gələcəkdə onlara daimi kömək eləyir ki, yenidən türk dünyası qorxsunlar. Yaxşı keçmiş deyil, yaxşı keçmiş. Çox gözəl keçmişdir. Səlcuqluları saxla. Səlcuqlu da saxlayıram, amma bu keçmişi buna ondan üstünlük verirsən. Bəli, çox verir. Niyə verirsən? Çünki coğrafiyasını verdi, dilim verdi, milləti verdi. Uzun Həsən onu eləmədi mi? Yox, eləmədi. Qaraboyunlu onu eləmədi mi? Onu olunmadı. Hər ikinizə bir sualım var, son sualımdır. Xahiş edirəm, yığacam cavab verəsiniz. Fazil bəy, Dilavər bəy, siz hər ikiniz. Yekun olaraq, Şah İsmayıl Xətai Azərbaycanı quran, yoxsa ona zərbə vurandı? Buyurun. Azərbaycanı qurmayıbdır. Azərbaycan Məmmədəmin Rəsulzadənin dünya görüşü, o dövrün ziyalılarının dünya görüşü ilə müasir, modern Azərbaycan dövləti qurulubdur. Ona qədər olan bizim şərəfli tariximizdir, türk tarixidir və türk tarixi də ayrılmazdır. Onun içində Şah İsmayıl ayrıca əlahiddə yer tutmur. Onun içində Metedən başlamış, Attiladan başlamış, bu günə qədər bütün istər Özbəklər olsun, istər Azərbaycan ərazisində olsun, istər Osmanlı Anadolu ərazisində olsun, istər İraq ərazisində olsun, hamısı bizimkidir və bu tarixə bütövlükdə sahib çıxmalıyıq. Əlahiddə kimisə götürməyimiz olmaz. Və ikinci də Şah İsmayıl Azərbaycanda İslam zehniyyətinə böyük zərbə vurubdur. Bu günləri yaşatdığımız İslamda olan mərasimcilik, sıxıntılar, bütə, pirə, daşa, hamımızı başımızı sürtməyimizin kökündə bu yatır. Bunu biz əgər isnad eləyərək yaşatmağa çalışsaq, biz modern cəmiyyət olmağa gücümüz çatmayacaq. Şah İsmayılın zamanında zəncir yox idi. Şah İsmayılın zamanında ağlaşma yox idi. Bunlar hamısı 17-ci əsrdən sonra Şah Abbas dönəmində İran mühitinə girəndən sonra baş qaldırdı və bu dövrdə xarici adların deyirəm İngiltərə və şərq kampaniyalarının apardığı fəaliyyət nəticəsində əhali arasında düşünülmüş şəkildə öz adamları vasitəsilə yerləşdirildi. Yəni Şah Abbasa qədər belə bir şey zəncir döymə yoxdur. Və bugünkü əslində dediyiniz kimi İslam, yəni deyirəm, həmin İslam mühiti deyil, Şah İsmayılın söykəndiyi Türk xalq İslamı idi və şərəfli bir İslam. Türk xalq İslamı yoxdur, Allahın İslamı var. Abbasilər dövrü İslam deyil. Əməvilər dövrü İslam deyil. Çox sağ olun. İndi söz auditoriyanında. Buyurun, qarşı tərəfə verəcək sualınız varsa buyurun, eşidirik sizi. Buyurun. Fazil bəy, ümumiyyətlə bu dini baxışları, bu dini ideologiyanı Səfəvilər dövlətindəki tarixinə tədqiq etməklə biz nəyə nail ola biləcəyik? Daha çox mümkün deyilmi ki, Səfəvilər dövlətinin idarə etmə, siyasi, dövlətçilik baxışlarına yanaşmağımız lazımdır? Əvvəla Şah İsmayıl birinci növbədə təriqət başçısı olub, təriqət şeyxi olub və şeyx kimi onu qəbul eləyiblər və o da gələn kimi öz təriqətini rəsmi dövlət təriqəti elan eləyibdir. Bu 1501-ci ildə Təbrizə girəndə onu rəsmi elan eləyib. Yəni demək istəyirəm odur ki, Şah İsmayılın kökü bundan kənarda aralayaraq ayrıca bir hökmdar kimi tədqiq eləmək doğru olmaz. İkinci,
Ümumiyyətlə, tək İslam nöqteyi nəzərindən demirik. Söhbət Azərbaycan dövlətçiliyindən gedirsə və bir də Türk dövlətçiliyindən gedirsə, biz Türk dövlətçiliyinə sahib çıxırıq. Və ikinci də, niyə buna yanaşırıq? Biz axı İslam mənsubuyuq. Şah İsmailə də sahib çıxmalıyıq. Amma bunu biz ideallaşdırmamalıyıq. Bu günümüzə bunun bir faydası yoxdur. Əsas odur mənim yanaşım. Təşəkkür edirəm. Çox sağ olun. Qarşı tərəfə sualınız varsa buyurun. Belə bir sualım var sizə. Ümumi Türk mövqeyi baxımından, ümumi Türk mənəfiyə baxımından Şah İsmailin fəaliyyətini necə qiymətləndirərdiniz? Şah İsmail bir türk olaraq döyüşmək istəmirdi. Türk birliğini pozmaq istəmirdi. Hətta Sultan Səlimə yazdığı məktubda da deyir ki, babalarımız Əmir Teymur İldırım Bəyazıdın səhvini təkrar eləməyək. Sənin ətrafındakı insanlar bizim müridlərdir, türklərdir. Ümumən yenə də təkrar eləyirəm. Bir türk oğlu türk idi. Bütün divanında da göstərib. Yaratdığı dövlət bir türk dövləti idi. Bir əlavəmi deyim. Şah İsmaildə bir nüansa diqqət eləmək lazımdır. Şah İsmail öz soyunu bütün şeirlərində də Əli soyuna bağlayırdı. Bütün türk hökmdarları öz soyunu gəldiyi tayfanın, gəldiyi boya bağlayırdı. Bütün, yəni demək istəyimiz Şah İsmaildə türkçülük dini baxışlarından, ideoloji baxışlarından sonra gəlirdi. Ona görə də onun bu Turan yaradıram, yaxud da böyük bir Azərbaycan qurmaq istəyirəm düşüncəsi bizim gözləntimizdir. Biz bunu arzularımızı sadəcə Şah İsmail obrazında tapıb dilə gətiririk. Amma faktda, reallıqda bunu göstərən ciddi bir sübutlar yoxdur. Təşəkkür edirəm. Çox sağ olun. İndi top tarixçilərdədir. Məhz onlar kitabıda yazılanların, yoxsa uzun illər ərzində bizə təlqin olunanların doğru və yalan olduğunu üzə çıxarıb, gerçək olanı bizə çatdıracaqlar. Mən isə hələlik burada bu mövzuya nöqtə qoyuram. Qismət olsa gələn həftə eyni gündə, eyni vaxtda görüşərik. Sağ olun.